Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə statika bölməsindən qüvvələr sisteminin baş momenti və varyon teoremi mövzusu haqqında məlumat verəcəm. Qüvvələr sisteminin baş momenti dedikdə, sistemi təşkil edən ayrı-ayrı qüvvələrin həmin nöqtəyə nəzərən momentlərinin cəmi nəzərdə tutulur. Bu cəm özü iki formada hesablanır, iki formada nəzərdə tutulub. Birincisi, fəza qüvvələr sistemi üçündür ki, yəni əgər bizim cismimiz fəzadadırsa və bu cismə fəza qüvvələr sistemi təsir göstərirsə, bu cəm həndəsi cəm olaraq hesablanır. Digəri isə müstəvi qüvvələr sistemidir ki, əgər cismimiz müstəvidirsə, müstəvi üzərindədirsə və cismimizə müstəvi qüvvələr sistemi təsir göstərirsə, bu zaman bu cəbri cəm olaraq hesablanır. Ümumiyyətlə, inşaat sahəsində, xüsusən də statikada qüvvələr sisteminin baş momenti böyük M hərfi ilə işarə olunur. Böyük M hərfi ilə işarə olunur və vektorial kəmiyyət olduğuna görə o da qeyd olunur. Və biz öncəki dərslərdə də seçilmiş nöqtə dedikdə həmin nöqtəni O hərfi ilə işarə edirik. Bu dərsimizdə də tələbələrin fikri yayınmasın, qarşılıq olmasın deyə yenə O hərfi ilə işarə edəcəyik. Ona görə seçilmiş nöqtəyə nəzərən dedikdə həmin momentin indeksində həmin nöqtənin simvolu yazılmalıdır. Yəni buna görə də simvoluna MO yazırıq. Yəni O nöqtəsinə görə baş moment deməkdir bu ifadə. Bu ifadə nəyə bərabərdir? Tərifdən də əgər yadınızdadırsa, dedik ki, bu sistemi təşkil edən ayrı-ayrı qüvvələrin həmin nöqtəyə nəzərən momentlərinin cəminə. Yəni, momentlərin cəmi də sigma ilə işarə edilir. Momentlərin cəmi hər bir qüvvənin momenti, bir qüvvənin momenti kiçik m ilə işarə olunurdu və indeksində həmin nöqtənin simvolu, yəni O qeyd olunurdu və həmin qüvvələrə nəzərən. Hansı qüvvələrdir? Qüvvələr sistemində bilir ki, bir neçə qüvvə olur. Həmin qüvvələrin hər biri F ilə işarə edirik hamısını. Bu ifadəyə bərabərdir. Eyni zamanda nəyə bərabərdir? Hər bir qüvvənin seçilmiş nöqtəyə nəzərən momenti nəyə bərabərdir? Qüvvə vurulsun qol. Hər bir qüvvənin də öz qoluna hasilini toplasaq, bizə baş momenti verər. Yəni, sigma F-I vurulsun H-I-yə bərabər olmuş olur. Beləliklə, qüvvələr sisteminin baş momenti həmin qüvvələrin hər birinin seçilmiş nöqtəyə nəzərən momentinin cəminə bərabər. Əgər fəza qüvvələr sistemidirsə, həndəsi cəminə, müstəvi qüvvələr sistemidirsə, cəbri cəminə bərabərdir. Və bu hər bir qüvvənin də momenti nəyə bərabərdir? Qüvvə vurulsun qola. Deməli, hər bir qüvvəni təsir xəttini boyunca uzadırıq və həmin seçilmiş O nöqtəsindən həmin qüvvəyə perpendikulyar uzadırıq. Həmin perpendikulyarın həmin qüvvəyə hasillərini toplayırıq və ilə baş momenti almış oluruq. Baş momentdən danışmışkən, eyni zamanda baş vektordan da danışaq. Baş vektor nədir? Baş vektor dedikdə sistemi təşkil edən qüvvələrin həndəsi cəmi nəzərdə tutulur. Bu, öncəki dərslərdən də bu ifadəni, bu tərifi işlətmişdim və bu tərif nəyə bərabərdir demişdik? Nə ilə işarə olunur? Böyük R hərfi ilə işarə olunur. Bunu öncəki dərslərdə sizə göstərmişdim. Bu nə idi bizim öncəki dərslərimizdə bu? Demək, həm əvəzləyici qüvvəni böyük R hərfi ilə işarə edirdik, həmçinin də qüvvələr sistemini həndəsi üsulla topladığımız zaman qüvvələr sisteminin qapayıcısını da R ilə işarə edirdik və demişdik ki, qüvvələr sisteminin qapayıcısı əvəzləyici qüvvəyə bərabərdir. Və deməkdir, qüvvələr sisteminin qapayıcısı həm əvəzləyici qüvvədir, həmçinin nədir? Həmçinin baş vektordur. Yəni, beləliklə, baş vektor əvəzləyici qüvvə və qüvvələr sisteminin qapayıcısı deməli, eyni termindir, eyni ifadədir, eyni dəyərə malikdir bir məsələyə baxdıqda. Eyni məsələdə bu üçü də eyni qiymətə malikdir və eyni mənanı ifadə edir. Və əvəzləyici qüvvə nəyə bərabərdir? Qüvvələr sisteminin cəminə bərabərdir. Yəni, sigma F-I-yə bərabərdir.
Bu da olur bizim baş vektorumuz. Və yadda saxlamalıyıq ki, demək, sistemin bütün qüvvələrin həndəsi cəminə bərabər olan R kəmiyyəti sistemin baş vektoru, bütün qüvvələrin seçilmiş nöqtəyə nəzərən momentlərin həndəsi cəminə bərabər olan MO kəmiyyəti sistemin baş momenti adlanır. Və yadda saxlamalıyıq ki, sistemin baş momenti və baş vektoru qüvvələr sisteminin hər hansı bir nöqtəsinə nəzərən hər zaman nədir? Hasilləri, skalar hasilləri sabitdir. Yəni, qüvvələr sisteminin hər hansı nöqtəsinə nəzərən baş momenti ilə baş vektorunun skalar hasili, yəni MO vurulsun R hər zaman sabitdir. Yəni, konstantdır. Bunu da yadda saxlayaq. Qüvvələr sisteminin baş momenti və baş vektor haqqında danışdıqdan sonra varyon teoremi haqqında məlumat vermək istəyirəm. Demək, varyon teoremi moment mövzusunda ən önəmli hissələrdən, mövzulardan biridir. Demək, teoremin tərifi belədir. Bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin əvəzləyicisinin hər hansı nöqtəyə nəzərən momenti bu sistemi təşkil edən qüvvələrin həmin nöqtəyə nəzərən momentlərinin həndəsi cəminə bərabərdir. Bu tərifi indi özəl olaraq sizə izah edim. Demək, tutaq ki, bizim belə bir cismimiz var. Bu cisim üzərindən bir nöqtəyə götürək. Bu olsun A nöqtəsi. A nöqtəsindən bir qüvvələr tətbiq edək. Qüvvələr sistemi yaradaq A nöqtəsində. Bu olsun F1 qüvvəsi. Bu olsun F2 qüvvəsi. Bu olsun F3 qüvvəsi. Bu da olsun F4 qüvvəsi. Bunlar da vektorial kəmiyyətlərdir. Qeyd etmiş olduq. Və tutaq ki, bu cismi müəyyən edilmiş bir nöqtəsində, burada adını da verək, bura O nöqtəsində O nöqtəsi qeyd olunur və bu qüvvələr sisteminin hər bir qüvvəsinin bu O nöqtəsinə nəzərən yaratdığı moment istənilir bizdən və bizim varyon teoremimiz necə idi? Demək, bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin əvəzləyicisi. Tutaq ki, bu qüvvələr sisteminin də əvəzləyicisi, tutaq ki, budur. Əvəzləyici qüvvə demişik, baş vektordur. R ilə işarə olunur. Bir də əvəzləyici qüvvəni tapmışıq edir. Demək, bizim varyon teoreminin tərifi necədir? Bir nöqtədə tətbiq olunmuş qüvvələr sistemi, yəni F1, F2, F3, F4 qüvvələr sisteminin əvəzləyicisinin R-in hər hansı nöqtəyə nəzərən momenti, tutaq ki, o nöqtəyə nəzərən momenti bu sistemi, yəni bu qüvvələr sisteminin, bu 4 qüvvəni təşkil edən qüvvələrin həmin nöqtəyə nəzərən momentlərinin həndəsi cəminə bərabərdir. Yəni, bu hər bir qüvvəni o nöqtəsinə nəzərən hər bir qüvvənin momentini tapsaq, nəyə bərabər olur? Yazaq buradan. MO1 bərabərdir. F1 vurulsun H1-ə. Düzdürmü? F1 qüvvəsinin tərs xəttinə uzadılmış perpendikulyarın hasilinə bərabərdir. O nöqtəsində yaranmış moment. MO2 bərabərdir. F2 vurulsun H2. MO3 bərabərdir. F3 vurulsun H3. MO4 bərabərdir. F4 vurulsun H4. Bu cismə təsir edən qüvvələr sisteminin hər bir qüvvəsinin seçilmiş nöqtəyə nəzərən momentləridir. Bu momentlərin cəmi də baş momentdir. M0'dır. Düzdürmü? Bunların cəmi M0'dır. M0 nəyə bərabərdir? Bu qüvvələr sisteminin əvəzləyicisinin seçilmiş nöqtəyə nəzərən, yəni O nöqtəsinə nəzərən momentinə bərabərdir. Yəni, R vurulsun nəyə? H-ə bərabərdir. Və yaxud da ki, sigma M0 I-yə bərabərdir.
və yaxud da ki, sigma if i vurulsun h i-yə bərabərdir. Düzdürmü? Baxın, bu qüvvələr sistemində olan qüvvələrin hər birinin qolunu hasillərinin cəmi bizə baş momenti vermiş olur. Və yaxud da ki, biz qısa olaraq necə hesablaya bilərik? Bu qüvvələr sistemini həndəsi üsulla toplayıb əvəzləyici qüvvəni, qapayıcını tapıb, qapayıcının o nöqtədən nəzərən perpendikulyarını tapıb, ona vurub baş momenti də yenə tapmış ola bilərik. Variant teoremi də bunu bizə göstərir. Yəni, bir nöqtədə tətbiq olunmuş qüvvələr sisteminin əvəzləyicisinin hər hansı nöqtəyə, yəni o nöqtəsinə nəzərən momenti, həmin qüvvələr sisteminin həmin nöqtəyə nəzərən momentlərinin həndəsə cəminə bərabərdir. Teorem bundan ibarət.